Demək, bir xəbər nəzərinizə çatdırım. Qaradağ rayon İcra Hakimiyyətində verilən məlumata görə İcra Hakimiyyətinin yeni yaradılan müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda işçilərin sayı artırılıb və daha bir təyinat olub. Belə ki, İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən Abbas Hüseynov vəzifəsindən azad edilərək müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda məsləhətçi vəzifəsinə təyin olunub. Mən bildiyim qədərilə Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra bu sektor icra hakimiyyətlərində yaradıldıqda təyinat verildikdə bildirilmişdi ki, həmin sektorlarda yalnız müharibə iştirakçıları və şəhid ailələri işləyəcəklər. Görəsən Qaradağ rayonunda işsiz müharibə iştirakçıları, qazilər və şəhid ailələri azdırmı ki, elə icra hakimiyyətinin digər şöbəsindən ora işçi təyin etdilər?